Herkese salam. Bilmirəm, bəzi səbəblərə görə bizdə Citynet-dir və Citynet providerında Xətai rayonu üzrə, yəni internetdə problem yaşanır hal-hazırda. Ona görə hətta düşünmüşdük ki, yəni bu seminarı təxirə salaq. Amma dedim yox, çünki həm YouTube-da çəkiliş olmalıydı, həm də Instagramda. Amma düşündüm ki, yox. Yəni ən azı heç Instagramda bu seminarı keçirək. Daha sonra bunu yerləşdirəcəm YouTube-a. Bugün heç bir sual cavab olmayacaq. Çünki suallar olduqca sadəcə chatı necə bağlayırlar yadımdan çıxıb. Deyil. Chatı necə bağlayırlar yadımdan çıxıb. Buna görə də chatı bağlaya bilməyəcəm. Chatı bağlaya bilməyəcəm, amma çox xahiş edirəm, sualları hələ ki saxlayın. Çünki çox maraqlı və dərin bir mövzu olacaq. Çünki bu mövzunu açıb-açmamaq üçün çox belə düşündüm, daşındım necə deyərlər və bilmirdim, yəni eləyimmi, eləməyimmi, hazırsınız, hazır deyilsinizmi? Amma mən bunu digər videolarda da qeyd eləmişdim ki, mənim hal-hazırdakı missiyam sizə bir çox məlumatları belə açıq dostluqda verməkdir. Çünki bilirəm ki, bizi izləyən çox böyük bir kütlə var və insan var ki, həqiqətən də şəfalanmaq istəyir, amma nədən başlayacağını bilmir. Və bu işdə də hər şey pul demək deyil. Yəni, gəl ödənişlə olsun, filan şey olsun, bu biliyim. Yox, indi hal-hazırda elə bir şey yoxdur. Və mən düşündüm ki, yəni onsuz da məndən çox hər zaman deyirəm, məndən çox bu qədər məlumat verən yoxdur. Yəni YouTube olsun, Reels olsun və hal-hazırda indi tamamilə ödənişsiz bir şəkildə sizlərə yeni bir məlumat verməyə hazırlaşıram. Mən istəyərdim ki, mənə diqqətlə qulaq asasınız. Heç sözümü heç kəs başqa üçün məndən çox Allahdan danışan yoxdur. Yəni var, əlbəttə ki, yəni sadəcə bu psixologiya aləmində. Yəni mənim dilimdən ancaq Allaha dua elə, Allahdan istə deyirəm. Yəni ona görə kim necə başa düşürsə, elə də başa düşəcək. Amma yaxşı tərəfdən başa düşün ki, siz də buradan yaxşı nəticələr ala biləsiniz. Yəni siz də buradan yüksək nəticə ala biləsiniz. Ən azı başa düşəsiniz, fərqinə varasınız ki, bu problem mənim həyatımda nə üçün var? Nə üçün filan vaxtda etdiyim dua qəbul olmadı? Nə üçün bəs bunu belə elədim, o qəbul olunmadı? Biz bunu hissə veririk və əminəm ki, sizlər də ən möhtəşəm, ən uca şəkildə faydalanacaqsınız. Ürək göndərməyin, çünki canlı donur yazırlar. Belə deyim də, hal-hazırda mən 3 saatlıq megabayt götürmüşəm ki, yəni maksimum donma olmasın və çalışacağım ki, yəni inşallah, çünki hal-hazırda dediyim kimi, yəni problem yaşayıram internetlə bağlı. Başlayırıq. Səsim zəif gəlir, qışqıra bilmirəm, yəni səs tembrum belədir. Məncə zəif olmamalıdır. Tamam, bütün texniki işləri bir dənə mənə hə yoxu deyin, görüntüdür, səsdir falandır, hamısı normaldırmı? Normaldırsa mən artıq başlayıram. Şəxsi suallara cavab vermirəm, yox. Səs çoxmu zəif gəlir, bir dənə hə yoxu deyin, çox xahiş edirəm. Hər şey əladır, tamam. Tamam, normaldır. Mikrofonu taxanda, mikrofonda lap belə adamın əsəblərinə toxunacaq qədər səs gəlir. Ona görə mən istəmirəm hal-hazırda mikrofonu taxım. Mikrofon oradadır, yəni taxanda, çünki hamı deyir ki, taxmasanız daha yaxşı. Tamam, başlayaq. Sualları saxlayın, hər bir şeyi saxlayın. Sadəcə arada məni tərifləmək istəsəz, tərifləyə bilərsiniz. Xoşunuza gəlməyən söz olsa da, yəni canlını tərk edə bilərsiniz, problem deyil. Heç kimin burada zorla saxlamırıq. Amma inşallah ki, əminəm ki, tərk edəməyəcəksiniz. İnsan övladı
Hal-hazırda sadəcə sümük və yaxud da orqanlardan və yaxud da tromblardan, qandan, nələrdənsə, əldən, qoldan, ayaqdan ibarət deyil. İnsan övladı birinci növbədə ruhdan ibarətdir. Çünki ruh bizim bədənimizi tərk etdikdən sonra bu bədənin heç bir əhəmiyyəti qalmayacaq. Bu bədən gedəcək yerin altına və qurda, quşa, belə deyim, ilanlara yem olacaq. Yəni bu bədənin ruhsuz bir dəyəri yoxdur. Amma biz nəyin hesabına ali varlıqlarıq? Biz bədənimi, ölü bədənimi götürsən, yəni qıraqda bir yerdə atsan və yaxud da kiminsə bədənini görsən, onun heç bir dəyəri yoxdur. Heç kəs ona bir dəyər verməyəcək, heç kəs ona bir ad verməyəcək, heç kəs bir söz deməyəcək. Filan kəsdir adı ilə belə çağıran olmayacaq. Dostlar, yazmayın. Tak, gözləyin. Mən çatı bağlaya bilmirəm də. Yadımdan çıxıb necə bağlayırlar. Dostlar, mən bağlaya bilmirəm. Gəlin, bu dondu. Tamam, heç nə yazmayın. Mən çatı bağlaya bilmirəm. Mənim yadımdan çıxıb hal-hazırda. Arada donur. Telefonda Wi-Fi bağlı, yalnız megabayt işləsin. Wi-Fi bağlıdır. Wi-Fi bağlıdır. Megabayt da ancaq. Yəni 3 saatlıq tarifdir. Tamam. Danışıram, davam edirəm danışmağa. Yazmayın dostlar, yaxşımı? Donanda bir dənə yazın ki, donur. Və hal-hazırda mənim bədənim, yəni mənim heç bir donma yoxdur. Cinara yazdı. Donmur axı. Tamam. Fikrimi də yayındırmayın. Çox xahiş edirəm. Yəni Cinara, sən bir dənə bax, donanda bir dənə sən burada komment yaz ki, donur. Mən artıq bilim, canlını saxlayım. Mənim bədənim, mənim ruhsuz, ruhum olmadan heç bir dəyəri yoxdur. Heç bir qiyməti yoxdur. Mənim ruhum isə Allahın nəfəsindən yaradılmış bir, necə deyim, onun bir hissəciyidir, göndərilib bura. İnsan ən aşağı frekanslı bir planetə göndərilir. Baxın, bizim hal-hazırda yaşadığımız yer ən aşağı frekansa sahib olan bir yerdir. Yəni, nə ulduzlar arasında, nə digər planetlərə göndərilməmişik. Çünki biz burada, ancaq yer kürəsində, planeta Zemlə necə deyirlər, yer kürəsində, biz burada dərslənməni almalıyıq. Yəni, müəyyən bir dərslərdən keçməliyik, düzdürmü? Yəni, ən aşağı titrəşimə göndərilib, ən aşağı bir materiya obrazına göndərilib, ən aşağı bir, belə deyim, yerə göndərilib ki, insan buradan dərslənməni düzgün qaydada keçsin. İnsan övladına aclıq verildi, kasıbçılıq verildi, darıxma hissi verildi, itirmə qorxusu verildi ki, puldan hardasa asılılıq verildi ki, insan bu dünyada evolyusiyanı düzgün şəkildə keçə bilsin. Evolyusiya dediyimizdə degradasiya, yəni geridə qalmaqdır, geri düşüncə, geri kafa necə deyirlər, geri düşüncədə qalmaqdır. Amma evolyusiya isə özünü inkişaf elətdirməkdir və qabağa getmək deməkdir. İnsan ruhu bədəni ilə bütünləşib ki, bədənlə ruhun bütünləşməsi bizim bu manipura çakramızdan başlayır. Nəyə görə? Bir stres olan kimi, bir travma olan kimi bizim mədəmiz başlayır bizi narahat eləməyə. Çünki ruhla bədənin birləşmə nöqtəsi tam da, ona rus dilində solniçne spliteniya deyirlər. Tam da elə oradadır. Yəni mədənin tam ortasında ruhla bədən birləşib. Ona görə də bir problem olan kimi biz
Və burada bir nəfər yazıb, hardan bilirəm, həmin insan getdi bloka. Hardan bilirəm? Çünki 8 ildir bu işin içindəyik. 8 ildir ki, bütün bu sualların cavabını axtarırıq. 8 ildir ki, ən ali ustadların seminarlarında, ən ali, bəzən gözümə sataşır hər hansı bir mənfirək, ona görə silirəm. Ən ali, artıq ən bütün bu sualların cavabını tapan insanlardan biz bunu, belə deyim, almışıq, başa düşmüşük. Çünki o insanlara artıq verilib o icazə ki, onlar da bizə ötürüblər bu icazəni vermək üçün. Yəni, heç kim özündən və yaxud da özündən bu informasiyanı əldə eləmir. Bu arada bizim dediklərimiz, hal-hazırda mənim dediklərim də Quranda var. Sadəcə məsələ burasındadır ki, Quran hal-hazırda bizə tam açılmır. Yəni, Quranı biz 100% başa düşmürük. Həqiqətən də elədir. Çünki onun hələ icazəsi yoxdur. Biz onu hələ 10%, 20% nələrsə başa düşürük. Biz hələ orada nəyisə belə analiz eləyə bilirik, nəyisə fərqinə varırıq. Və yaxud da insanlar bəzən öz istədiyi bir şəkildə nələrsə algılayırlar. Amma orada bütün bu sualların cavabı var və onu başa düşən insanlar çox azdır. Yəni, yer kürəsində, bəlkə bu milyardlarla insan ki, bu yer kürəsində gəlib bu dünyada, yəni yaşayıb, müəyyən bir ömür keçib, peyğəmbərlər başda olmaqla, yəni onlar artıq çözüblər bu məsələni ki, hal-hazırda yəni onlar Quranı çözüblər. Amma Quran artıq bizim dövrümüzə, bizim hal-hazırda 2026-cı ilə nə vəziyyətdə, hansı necə traktovkalarla gəlibsə, o başqa bir şey, o başqa bir məsələdir. Amma bütün bu dediklərimiz hamısı orada var. Nə deyirik? Məsələmiz nədir? Sizə ötürdüyümüz mesaj nədir? Sizə ötürdüyümüz mesaj odur ki, Allahı tanı, Allaha güvən, Allahla bütün ol. Başqa bir şey yəni ötürmürəm mən. Mən olmayım, başqası olsun. Yəni bir tək Yaradanla sən bağlı olmalısan, bir tək sən Allahla bağlı olmalısan. Tamam. Və yer kürəsində bizə verildi bu problemlər ki, aclıq verildi, travma verildi, itirmək qorxusu verildi, ana-atadan gələn kodlar verildi, nəsildən gələn kodlar verildi, cadu verildi, lənət verildi. Nəyə görə? Ki, biz bu etapları aşaraq, keçərək, müəyyən bir dərs sistemində dərslərimizi alaq, dərslərimizi aldıqdan sonra da artıq Yaradanla bütün olaq və onun işığını tam olaraq qəbul etməyi bacaraq. Çünki insan yer kürəsinə gələndə uşaqları görsəniz əgər, onlar həmişə sağa, sola, yuxarı, aşağı baxırlar və nəyəsə gülürlər. Kimləri isə görürlər. Yaxşı bir onları əsasən müəyyən bir karmalar var, keçmiş həyatlara əsasən müəyyən bir dərsləmələr var, amma o balaca övlada hələ ötürülməyib bu informasiya, hələ onun şuur altısı bağlıdır bu informasiyanı qəbul eləmək. Ona görə onun belə deyim, yaddaşında hələ ki keçmişlə bağlı və yaxud da o mələkləri görmə icazəsi var. Yəni bu, amma bir müddətdən sonra görürsünüz ki, uşaqlar artıq sağa sola baxıb gülmürlər və yaxud da bir nöqtəyə baxıb gülmürlər. Çünki o artıq icazə onlardan qaldırılır və qaldırıldığı üçün də, yəni o sistem donur və insan artıq öz karmasını yaşamağa başlayır. Və İnsanların çoxu hal-hazırda bir problemlə bizə müraciət edirlər ki, biz Kəmalə xanım, bəs mən dua eləyirəm, bəs sən dua deyirsən, bəs mən dua eləyirəm, amma alınmır məndə heç nə və yaxud da mənim problemlərim çözülmür. İnsana inam deyilən bir şey verilib. İmanın olsun. İmanın olsun. Vera deyirlər də buna, düzdürmü? Yəni, verit. Vera, у тебя должна быть вера. Yəni, insanın imanı, inamı olmadıqdan sonra sən istəyirsən əti yığışdır öz həyatından. Sən istəyirsən bütün günü otur hər hansı bir müqəddəs kitablar oxu. Sən istəyirsən ilin 365 günü oruç tut. Amma sən əgər buranla başa düşmürsənsə, bəli, sən bədənini təmizləyəcəksən, bəli, sən nələrəsə nail olacaqsan, nələrəsə sahib olacaqsan, haradasa qabağa gedə biləcəksən. Amma bura başa düşmürsə ki, mən bunu nə üçün edirəm, o zaman
o inam sistemi sizdə bağlıdır demək ki, tat çakra bağlıdır və siz hiss eləməyəcəksiniz. Baxın, belə bir şey var. İnsan hisslərlə yaşayır və artıq hisslə idarə etməyi, belə deyim, yaşamağı öyrənməlisiniz. Artıq sən başa düşürsən ki, bu mənə lazımdır və yaxud da lazım deyil. Mən bunu eləməliyəmmi, eləməməliyəmmi? Bu nə vaxt açılır? Bu insanın tat çakrası yaradanla artıq o enerji bağın tam bərpası olduqdan sonra sən onları başa düşürsən. Amma o olmayana qədər hələ də şübhələr içində yaşayırsan, hələ də hər hansı bir sıxıntılar içində yaşayırsan, hələ də nə bilim, narazısan, narahatlıqların var və s. İnsan övladı gəlir bu dünyaya və müəyyən bir problemlərlə qarşılaşır, və onlarla üz-üzə dayanır. Problemlərlə qarşılaşır və insan neyinir? İnsan başlayır çökməyə, insan başlayır fikir eləməyə, insan başlayır fikir elədikcə üsyana qalxmağa. Üsyana qalxmaq nə deməkdir? Baxın, sən bu dünyaya yer kürəsinə gəlmirsən, düzdürmü? Bir insan olaraq sənin müəyyən bir günahların var. Yəni, nə vaxtsa günahları biz bu şəkildə çəkə bilərik, nöqtə şəklində sadəcə. Və günün birində müəyyən bir, bu günahlardan bəlkə bir 10.000 dənə, 20.000 dənə sənin günahın var. Yəni, yaşamısan 20-30 yaşa qədər, 40 yaşa qədər, 60 yaşa qədər bu günahları özünə yığmısan. Günahlar belə, ən qədər günahın var. Günün birində sənin qabağına bir video çıxır və orada məsəl üçün deyirlər ki, filan duanı oxuduqdan sonra sən hər hansı bir nəticə görəcəksən. Sən deyirsən ki, okey, əla, bu qədər günahın var sənin. Sən deyirsən ki, okey, nə gözəl, mən elə gedim hər hansı bir duanı oxuyum və yaxud da gedim hər hansı bir inkişaf etdirici bir mantranı dinləyim, meditasiyanı dinləyim. İndi kimə nə yaxındırsa, meditasiya da elə dua kimi bir şeydir onsuz da. Və mənim bütün problemlərim çözülsün. Mən hal-hazırda maddiyyatım problemlidir. Mənim hal-hazırda münasibətim problemlidir və onun çözülməsi üçün mən bunu eləyəcəm və əla. Gəlirsən hər hansı bir dua oxuyursan, məsəl üçün oxuyursan İxlas surəsini, Ayətül Kürsün, onlar da ki, yüksək frekanslı, ümumiyyətlə Quranın bütün surələri, ayələri hamısı yüksək frekanslı dualardır. Və sən onu oxuyursan, sən aşağı titrəşimdə olduğuna görə, aşağı titrəşim, bax, belə bir dalğalanma verir. Yəni, ömür boyu mənim bu markerim yazmadı. Ömür boyu, təzəsini də alsam, yenə də yazmadı. Dalğalanma, gəlin mən sizə şəkil əlinə izah edeyim. Aşağı frekansda olan insanın dalğalanması belədir. Belə güclə, bəlayla, belə dalğalanır. Aşağı frekansda insanın, travmatik insanın, paxılı insanın, yalancı insanın, bu dünyaya yaxşılıq eləyə bilməyən insanın, onun bunun dalıca danışan insanın, özünə, öz qul haqqına girən insanın vibrasiyası, titrəşimi belədir, bu güclə, bəlayla. Nəyisə ötürür, çatmaya. Yüksək frekans, Ayətül Kürsü, İxlas olsun, hər hansı bir dua olsun, hər hansı bir yüksək frekanslı bir vəziyyət olsun və sən onun frekansı, belə, onun frekansı tamam fərqlidir. O həm belə gedir, həm belə gedir, həm belə gedir. Təsəvvür elə sən ölüvay frekansınla o frekans toqquşur. Toqquşur, əlbəttə ki, bu tür mesajlar yazmayın da, pislərə işdə olun, çox xahiş edirəm. Yəni, bu qədər dəyərli məlumatı öldürməyin də, çox xahiş edirəm. Təsəvvür eləyin ki, sənin bu ölüvay frekansınla yüksək frekans əks təsir verməyə başlayır. Mənfi ilə müsbət kimi. Bilirsiniz də, yəqin fizikada belə bir qanun var ki, mənfi ilə müsbət toxunanda, yəni part deyə bir nəticə verir. Düzdürmü? Və sən mənfi ilə müsbət birləşir və sən deyirsən ki, sən partladıqda, çünki sən yüksək bir frekansla toqquşdun və sən deyirsən ki, mən hal-hazırda niyə çöktüm? Tarap bir çökmə verilir sənə. Tarap bir imtahan verilir sənə. Ki sən aşağı frekansdan, ölüvay frekansdan gəlmirsən, qalxmısan yüksək frekansa, sən görüm nə istəyirsən. Sən bunun məsuliyyətini, sən bunu həqiqətənmi, yəni hazırsanmı hal-hazırda qəbul eləməyə?
Çünki bu Allaha bağlayır və Allahdan gələn hər bir şey çox möhtəşəmdir. Allahla bütün olmaq möhtəşəm bir hissdir ümumiyyətlə. Yəni sən buna nə dərəcədə hazırsan? Sən öz negativi, sən öz üsyanını, öz qul haqqına girməyi, sən onu bunu günahlandırmağı, sən onu bunu bağışlamıram. Mən Allah deyiləm ki, hər kəsi bağışlayım cümlələri kənara qoyub, öz egovu kənara qoyub, niyə mən xeyir olan mən deyə üsyanları qoyub, kənara qoyub, sən tam-tamını Allaha təslim olmağa hazırsanmı hal-hazırda? Gəldi, sənə bir dərs verildi. Dərs verildi sənə və sən onu keçmədinsə, ki, çoxunuz 90%, yəni keçmir, ki, ayda mən oxudum, bizə mesajlar nə gəlir çox vaxt. Ki, ay xanım, siz mənə dediniz, siz hansı videoda dediniz filan duanı oxu. Mən oxudum, sizin kimi oldum, mən daha da pis oldum. Neynədir? Məsuliyyət atdı mənim üstümə və özünü hurimələ çıxartdı ki, kəş mən elə eləməzdim. Oturmuşdum öz problemli bir həyatımda. Və insan neynir? İnsan artıq dəyişimə start verəndə birinci dəyişimin nəticəsini gec görməyiniz normaldır ki, anormal deyil. Çünki sən dəyişmək üçün Allaha yaxınlaşırsan və o da, yadınızda saxlayın, mənfi güclər sizə hər zaman tez bir nəticə verəcəklər. Mənfi güc mənim fiziki bədənimdədir. Biz bəzən, qoy bunu da danışım, hal-hazırda bunun informasiyası gəlir, bu lövhələrimi ümumiyyətlə atacam mən. Ümumiyyətlə, hal-hazırda bir çox insanlardan eşitdiyim bir söz var ki, cadu haqqında Allahın xəbəri yoxdur. Yəni, insan məntiqlə düşünməlidir ki, necə yəni cadu haqqında Allahın xəbəri yoxdur. Cadu, lənət, insanların həyatına mənfi təsir eləyən vəziyyətlər, qarğışlar, göznəz, hamısını kimlər yaradıb? İnsanlar yaradıb. İnsanlar yaradıb və bizə aşağı titreşimdə verildiyi üçün ki, onların bizimlə heç bir işi yoxdur. Çünki biz Allahın nəfəsinə yaradılan möhtəşəm bir varlıqları, cinlər, şeytanlar olsun, Lutsiferlər, eşitmişsiniz yəqin ki, bu söhbətləri. Onlar biz onlara müraciət etmədiyimizə qədər, yəni etməyənə qədər, onların bizdən bir işi yoxdur. İnsan salır özünü aşağı frekansa, düşürsən frekansa, gedirsən, başlayırsan, deyirsən, gelirsən falçı yanına, gic-gic lazım olmayan şeylərə gedirsən. Çünki yadınızda saxlayın, gələcəyi heç bir dünya falçısı belə bilə bilməz. Heç kim bilə bilməz. Onlar sadəcə bir teoriyada verirlər. Gələcəyi Allahdan başqa heç kəs bilmir. O hər an dəyişə bilər. Mən biraz dünya sonu haqqında da danışacağım. Qiyamət günü haqqında da danışacağım. Səbirli olun. Mənim sözümü, bura mən kommentlərə baxmıram, amma çox xahiş edirəm. Yəni, artıq eski kimsə yazsa, Cinara, mənə dinən, mən dərhal həmin insanı blok edirəm. Çünki burada biz ciddi söhbətlər eləyirik. Burada uşaq oyuncağı deyil. Ki, kimə xoş deyil, yəni tərk edə bilər canlını. Bu bir egosal bir çıxış deyil əsla. Sadəcə mən öz sizə verdiyim məlumatlara çox böyük bir qiymət verirəm. Və mənim qiymət verdiyim şeyi qiymətsiz eləyəndə bu artıq mənə xoş olmur əlbəttə ki. Mövzu çox ciddi mövzudur, ona görə icazə yoxdur danışmağa. İcazə verilmir danışmağa. İnternet belə hal-hazırda yəni bu internet gedir, gəlir ki, olmamalıdır belə bir problem. Çox qəribədir. Tamam, danışıram. Və onları hamısı yaradan insanlardır. Yəni, Allah bir tək işıq göndərib bizə. Yəni, o bizə işıq verib. Biz işıqdan yaranmışıq, düzdürmü? Mən əslində pis olmaq kimi bir ehtimalım yoxdur. Məni pis eləyən mənim düşüncələrimdir. Məni pis eləyən mənim ətrafımdakı olan, ola bilsin, kodlardır və s. və nədir?
İnsan Allaha bağlı olandan sonra, artıq bu kanal orayla tam birləşəndən sonra sən artıq heç kimin fikrinə, heç kimin sözünə, yəni artıq fikir vermirsən. Artıq düşünürsən ki, yəni boş şeylərdir. Baxın, cadudur, lənətdir. Yəni hamısı var. Yəni mən heç vaxt onları yox deməmişəm, heç demərəm də. Yəni onları görmüşəm də. Çünki mən yəni sizdə olan qohumlar bizdə də var, hər zaman demişəm. Yəni mən də Azərbaycan övladıyam, Azərbaycanda yaşayıram. Yəni onlar həmişə var, gözdür, nəfsdir. Yəni qəşəng var. Qəşəng də adama təsir eləyir. Amma bir tek bura Allahla bağlı olandan sonra sən başa düşürsən ki, bunlar hamısı boş şeylərdir. İnsan dəyişməyə başlayandan sonra çox ciddi bir şəkildə müəyyən bir sıxıntılarla üz-üzə qalır. Nəyə görə? Çünki mən nə vaxtsa kimis haqqına girmişəm. Bilərək, bilmədən, fərqi yoxdur. Neznание законов не освобождает вас от законов. Çox gözəl bir sözdür. Qaydaları bilməmək onu səndən, yəni sən ondan azad olmursan. Dəxli yoxdur, sən o qaydanı bildin, bilmədin. Sən o qaydanın məsuliyyətini daşıyacaqsan. Və yaxud da nəyə görə biz deyirik ki, dua eləyirsənsə eyni zamanda hərəkət də elə. Nəyə görə deyirik ki, hərəkət lazımdır? Çünki kainatın ən vacib əməllərindən, ən vacib qaydalarından biri də odur ki, hərəkət qanunu. Sən Allaha doğru hərəkət eləməlisən ki, onun sənə göstərdiyi o gözəl həyatı tez bir zamanda görəsən. Yox, mən oturum, heç nə eləməyim, ancaq vaxtı ağlayaraq özümə və yaxud da həyatıma belə deyim, niyabətimi töküm. Yəni, əlbəttə ki, mənim həyatım daha da negativə gedəcək. İnsan qabağa getdiyi halda, yəni artıq deyirsən ki, mən qabağa gedəcəm, mən irəli gedəcəm, mən dəyişmək istəyirəm. Nəyə görə? Yəni, kimsə həyatı belədir, amma məndə pisdir. Yox, mən də yaxşı olmaq istəyirəm. Mən də həyatımı yaxşı yaşamaq istəyirəm. Düzdürmü? Hər bir insanın haqqıdır. Və inanın ki, hər bir kəs onun dərslərinə əsasən müəyyən bir sıxıntılarla qarşılaşacaq. Əgər sənin ruhun evolyusiya dövründə, məsəl üçün, 1-2 sıxıntıdan sonra sən qabağa gedəcəksən kimi bir icazə varsa, sən 1-2 dənə sıxıntı ilə üz-üzə qalacaqsan və onu necəsə, belə deyim, həll edib və ucalacaqsan. Yox, əgər sən keçmişdən gələn, fərqi yoxdur, indiki həyat olsun, keçmiş həyat olsun, fərqi yoxdur, oradan gələn daha çox sıxıntıların varsa, sənin sıxıntıların daha çox olacaq. Bundan qarşılaşacaqsan, onunla qarşılaşacaqsan, onu çözəcəksən. İnsan nə üçün var? Çözmək üçün. Ölənə qədər biz öz həyatımızı çözmək məcburiyyətindəyik. Oxumaq qoyuram bir kənara. Hər zaman oxumalısınız, bilməlisiniz, anlamalısınız, başa düşməlisiniz. Amma mən həyatımı çözməliyəm. Mən niyə üçün bunu yaşayıram hal-hazırda? Hal-hazırda mən niyə ailədə bu problemlə üz-üzəyəm? Niyə mənim aylıq qazancım məni qane eləmir? Nə üçün mən oturub pul dərdi çəkməliyəm? Əgər mən bu həyata xoşbəxt olmaq üçün gəlmişəmsə, özünüzə hər zaman bu sualı verin də. Niyə bəyəm Allah məni bu dünyaya nə üçün əzab-əziyyətdən keçməyəmi göndəribmi? Hal-hazırda insanlıq qiyamət gününə doğru gedir desəm, necə reaksiya verərsiniz buna? Ki, insanlıq hal-hazırda qiyamət gününü özü hazırlayır. Çünki yer kürəsinə göndərilən ilk insanlarla bizi müqayisə etsək, biz hal-hazırda belə deyim də, çox bərbad, çox belə biabırçı bir vəziyyətdəyik. Yəni, ümumi insan toplusundan söhbət gedir. 2 gün bundan qabaq mən Michael Jackson'ın kinosuna getdim. Və mən 2 gündə özümə gələ bilmirəm ki, bir möhtəşəm enerjili bir insanı siyasət olsun və yaxud da həyat olsun, insanlar olsun, necə çöktürüb məhv eləyə bilərlər. Yəni, sanki belə bir qayda var hal-hazırda ki, sən bu yer kürəsində işıq ola bilmərsən. Sən işıq ola bilmərsən və sən yaxşı bir şey insanlara ötürə bilmərsən, çünki səni çöktürəcəklər. Və
tanıdığımız çox insanlar var ki, işıq göndərirlər. Həqiqətən də işıq ötürürlər və ötürdüyü bir tək mesaj var ki, Allahla bütün ol və Allahla bütün ol və o insanı başlayırlar çökdürməyə. İndi mən keçən canlıda da dedim, keçən seminarda da dedim ki, hal-hazırda yəni süni mayalanmaya gedirsən, minlərlə insandır. Hal-hazırda ginekologiyaya gedəndə minlərlə qadın orada var ki, yəni sonsuzluq diaqnozu qoyulub və verilib ona. Yəni ki, uşaq olmur. Və yaxud da uşaqlar hal-hazırda xəstə doğulur. Siz görün, nə qədər xəstə uşaqlar var. Mən səhər, məsəl üçün, oğlumu bir yer var, fizioterapiya aparıram, gətirirəm. Mən ora gedib gələnə qədər yolda ən azı, mən əvvəl əgər heç bir uşaq görmürdümsə, indi artıq hər 2-3 uşaqdan birində bir problem var. Bu problem uşaq nə deməkdir? Problemli bir cəmiyyət deməkdir, düzdürmü? Yəni, o uşaq sabah ailə qura biləcəkmi? Onun uşağı ola biləcəkmi? İnsanlıq nəyə gedir? İnsanlıq hal-hazırda qiyamət gününü özü qəşəng, çox möhtəşəm bir şəkildə hazırlayır və qiyamət gününə də doğru gedirik. Allahın qəzəbinə artıq biz tuş gəlmişik. Çünki Allah bizi bu cür yaratmamışdı. İnsan öz nəfsi ilə, insan öz mənfi enerjisi ilə öz həyatını çirkləndirir. Hal-hazırda mən çıxış eləsəm, inanın, bu cür çıxışı geçsəm bulvarda və yaxud da qarşıma 10 min nəfər insanı yıxsam, desəm ki, belə bir söhbət var, bax budur, belə eləyin, belə şəfalanın və s. Oradan biri, mütləq şəkildə biri yox, bir xeyli insan gəlib mənə deyəcək, bu nə gic-gic danışırım. Danışdığımız düzgün sözü belə yanlışa yozan insanlar var. Yəni, sən ona Allah deyirsən, oturur sənə başqa bir şey deyir. Sən ona deyirsən ki, təmizlən, ruhu təmizlə, bağışla. Hər bağışladığın insan, hər sənə pislik eləyən insanlar ki var, sən onların hər birini bağışladıqca Allah da sənin günahlarını bağışlayacaq. Sən bağışla ki, Allah da sənin günahlarını bağışlasın. Yoxsa sən bir də ego tac 30'dur, tacı 30'dur özünə və deyək ki, mən heç kimi bağışlamıram, Allaha tapşıram. Ya Allah, oturum onun bir ölümün gözlüyüm, bir pisliyin gözlüyüm, görürüm balalarından çıxsın deyirəmsə və onu deyirəm ki, o mənim balama pislik elədi axı. Nə qazanırsınız? Nə qazanırsınız? Əgər Allah bağışlayandırsa, sən kimsən ki, bağışlamırsan? Mən hər zaman demişəm, mənim evimə cadu gətirən insanı mən oturub onun üçün Allahdan dua eləmişəm ki, Allah ona da, mənə də, yəni mən üçün nəyəsə görə o insanı çıxardıb da mənim qabağıma, düzdürmü? Yəni Allah ona da kömək olsun, mənə də kömək olsun. Mən onun üçün dua eləmişəm ki, ay Allah, o bəlkə səni tanımır, bəlkə səni bilmir, amma sən onu bağışla elədiyi hərəkətə görə. Mən demirəm ki, mən möhtəşəm insanam, mən də bununla çalışmışam, mən də bununla üsyan eləmişəm ki, başa düşmədim. Necə yəni, mənim evimə girən, çıxan insan necə mənim evimə, necə mənim uşağıma, necə mənim yoldaşıma, necə mənim ruzuma, bərəkətimə gəlib cadu eləyə bilər. Ta ki o kanalı aktiv eləyənə qədər və başa düşdün ki, hə, o insan mənə də neysə öyrədir. O insan da deməli mənə bunu eləməli idi ki, mən Allahla bəlkə də daha da yaxşı olum, bəlkə də mənə kömək olub. Hər nə. Amma Allah onun ruhunu da qətiyyən heç bir halda mən məsəl üçün də hətta belə bir şey var idi. Mən Nihada hamilə olanda, çox üzr istəyirəm, hamilə qalanda belə mənə cadu olunmuşdu. Mənə belə o yuxumda gəlmişdi ki, o cadunun belə plasenta ilə keçmişdi ona. Yəni düşünün, mənim övladıma pislik eləyən insana, yəni mən onun üçün dua eləyərəm. Ancaq və ancaq dua eləyərəm. Siz də sizə pislik eləyən insanları gəlir, üzr istəyirəm, yataq otağınıza mı və yaxud da mətbəximizə mi, qonaq otağına mı, qurt yağımı sürtür, nəmi eləyir. Siz o insan üçün Allahdan onun bağışlanması üçün üzr istəyin. İnanın, onun mükafatı o qədərdir ki, o qədər möhtəşəm bir şəkildə
sizə ötürülür ki. Və həqiqətən də, buraxın bu cəzalandırmaq söhbəti. Hər insan öz əməllərinə görə özü cavabdehlidir. Biz nəyisə görə özümüzü Allahdan çox bildiyimizi sanırıq. Və yaxud da düşünürük ki, o onu cəzalandırmalıdır, o onu eləməlidir. Bəlkə sən ondan da betər bir şey eləmirsən keçmişdə. Nə bilirsən? Bəlkə onun elədiyi sənin elədiyin qabağında bir, yəni, necə deyim, heç nədir. Bildiniz necə? Yəni, sənin bəlkə elə bir günahın var ki, onun elədiyi qabağında heç nədir. Sən nə bilirsən? Sənin ruhun hansı təkamül səviyyəsindən keçir? Sən nə bilirsən? Sənin nəslində hər hansı bir vəziyyətlər var ki, sən onlara görə hal-hazırda, məsəl üçün, bununla qarşı-qarşıyasan. Biz nəyə görə özümüzü Allahdan üstün sayırıq? Nəyə görə biz düşünürük ki, mən kiməsə oturum, kimsə cəzalanmalıdır. Kimsə cəzalanmalıdır. Bunu biz təyin eləmirik. Bunu yaradan təyin eləyir. Sən özünə fokuslan. Bilirsiniz necədir vəziyyət? İnsan özünə fokuslanmır. İnsan hər zaman orada, burada, kimdəsə, nədəsə bir şey axtarır, bir pričina, bir səbəb axtarır. Amma özündə axtarmır. Mən bunu yaşayıram hal-hazırda, düzdürmü? Mənim evimə gəlinib və mənim, məsəl üçün, otağıma bu cadu olunub ki, mən çöküm, mənim ailəm çöksün. Nə üçün mən bunu yaşayıram? Nə üçün? Niyə mənim qabağıma bu cür insan çıxıb? Sualı bu cür qoyun. O pisdir, nədir? O mütləq ki, əlbəttə ki, öz karmasını yaşayacaq. Mütləq ki, onun qabağına çıxacaq. Mütləq şəkildə olacaq, olmayacaqmı? Hələ bilmək olmaz. Bəlkə də o, onunla mənə yaxşılıq eləyir ki, məni Allaha bağlayır. Əgər bir situasiya, bir vəziyyət, nə olursa olsun, səni Allaha bağlayırsa, deməli, vardır orada bir hikmət. Vardır orada bir yaxşı, bir müsbət bir vəziyyət. Ən azı buna görə sən o insana təşəkkür eləməlisən. Bağışlanmağı öyrənməlisiniz. Məcbursuz. Bunun başqa variantı yoxdur. Mən bağışlanmıram söhbəti deyil. Bu tac koronavızı başımızdan çıxardaq, qoyaq bir kənara, başa düşək ki, mən hal-hazırda bu yer kürəsində müəyyən qədər bir ömrüm var və mən o ömrü Allahın, belə deyim, Allah deyərək yaşamalıyam. Çünki mənim məqsədim, mənim bu dünyaya yer kürəsində göndərilmə səbəbim də budur. Ki, mən burada bu şuurlu, bu xaosun içində, bu cür beyinlə ki, mən hal-hazırda beynində 1000 dənə fikir var. Neyronlar o yana fırlanır, bu yana fırlanır, o yana fırlanır, bu yana fırlanır. Onu analiz edir, bunu analiz edir. Mən bu xaosun içində stop deyib beynimə və Allahı tanımalıyam ki, sən mənim nəslimi təmizləyəcəksən. Sən mənim travmalarımı şəfalanmağına kömək edəcəksən. Sən mənim övladlarıma şəfa verəcəksən. Sən mənim yoldaşıma ağıl verəcəksən ki, narsistdirsə, xəyanətkardırsa, evə pul vermirsə, ağıl başdan gəlsin. Onu sən eləyəcəksən. Biz insanlar, mən hal-hazırda kiməm? Mən vasitəçiyəm. Ki, mənə haradasa, nəyisə görə, bəlkə israrıma görə, bəlkə nəyisə görə, mən olmayım, digər olsun. Məsəl üçün, mənim qulaq asdıqlarım Joe Dispenza olsun, və yaxud da başqası olsun, fərqi yoxdur, kim olursa olsun. Onlara icazə verilir, onlar, abamızın bu tərəfə biraz cırılıb, ona görə fikir verməyim. Mən də nə vaxtsa, kimlərisə o icazə verilib onlara, insan bizə, belə deyim, biz insanlardan öyrənirik. İnsan insanla şəfalanmalıdır. İnsan, baxın, mələklər belə biz ancaq ona müraciət eləyəndən sonra o şəfanı verir, düzdürmü? Mələkləri kim bizə izah eləyir? İnsanlar izah eləyir də, düzdürmü? Kimsə çıxır deyir ki, mələk sistemi var və sən mələklərə müraciət etdikdən sonra sən onunla ünsiyyət qura biləcəksən və sən ondan kömək istəyə biləcəksən, düzdürmü? Və yaxud da bu dua var, və yaxud da bu meditasiya var, bu cür bir üsul var. Sən bu üsulla
belə deyim, yaradana müraciət etdikdən sonra sənin bu istəklərin yəni həyata keçəcək. Bunu bizə ötürən nələrdir, kimlərdir? İnsanlardır da, düzdürmü? Yəni insanları küçümsəmək, onların biliklərini dəyərsizləşdirmək lazım deyil. Həkim, mən hər zaman demişəm, mən beyin cərrahlığa, mən məsəl üçün sabah gedib, mən durum burada canlı açım, beyin strukturu haqqında, bədənin anatomiyası haqqında, nə bilim, beyində filan şeyi belə eləmək lazımdır, filan əməliyyatı bu cür eləmək lazımdır. Adama deyərlər ki, sən başın xarabdır sənin. Sənin ümumiyyətlə heç beyin cərrahlığı ilə bir əlaqən varmı, sən burada çıxıb bunu danışırsan? Yox, onu beyin cərrahları danışır. Məsəl üçün, mən YouTube'da bir çox beyin cərrahının intervyularına baxmışam ki, onlar beynin həqiqətən də cəmi 5-10% fəaliyyəti göstərdiyini izah edirlər. Yəni, mən ona da baxmışam. Və o insanların nə danışdıqları həqiqətən də möhtəşəmdir. Yəni, beyin bir kainatdır. Beynimizin içində biz kainat yaşayırıq. Düşünün, yəni. Və mən o kainatla belə deyim, böyük bir kainata qoşuluram. Yəni, beyinlə qoşuluram. Böyrəyimlə qoşulmuram ki, düzdürmü? Böyrəyə qoşulsaydım, böyrəyimdə olardı o sinir sistemləri. Ona görə hər kəs öz bildiyini və belə deyim, əmin olduğu şey haqqında danışır. Məni əvvəldən tanıyanlar, 8 il məni tanıyanlar bilirlər ki, əvvəl bu cür, məsəl üçün, haradasa özgüvənli deyildim, haradasa öz dediklərimə şübhə ilə yanaşırdım. Çünki öz həyatım oturtmamışdım. Mən düşünürəm ki, bir insan öz həyatında bunları həyata keçirib və nəticəsini gördükdən sonra insanlara bunu ötürməyə bacarmalıdır. Yox, mənim həyatım bərbad gündə olsun, mənim problemlərim başımdan açsın və mən çıxım burada sizə deyim ki, Allahdan istəyin, o verəcək, amma özüm istəyirəm, mənə heç nə verilmirsə, yəni o buna rus dilində litsimeriya deyirlər. Yəni həqiqətən də litsimer olmaq da lazım deyil. Yəni, yalancı, ikiyüzlü olmaq da lazım deyil. Doğru danışmaq lazımdır. Mən hər zaman çalışmışam sizlərə ki, doğru deyim. Bax, biz yəni zorla kimisə özümüzə gətirmirik. Yəni, elə bir xüsusiyyətimiz yoxdur. Timbol mənim. Yəni, mən heç vaxt zorla kimisə gətirməmişəm. Cenara xanım özü bilir də. Yəni, biri kobudluq elədi, biri oyan buyan eləyir. Artıq mən deyirəm bloka. Yəni, mən belə deyirəm ki, onun belə mənə ödənişi lazım deyil. Mən belə insanlarla işləməyi seçmirəm. Bu, yekəxanalıq deyil, əsla, qətiyyən. Çünki mən bilirəm ki, mən sizlərlə səmimi danışıram. Mən sizlərə yalan məlumatlar vermirəm. Mən demirəm, gəl darçınlı kofe içək, sənin işlərin düzələcək. Mən demirəm ki, gəl məsəl üçün ay çıxanda falan şey yaz, o düzələcək. Yoxdur məndə o taktikalar. Bəlkə olsaydı, siz mənə kobudluq etdiyiniz halda mən onu deyərdim ki, də, haradasa layiqəm də. Mən də bunlara gic-gic şeylər deyirəm, çox üzr istəyirəm. Amma mən sizə hər şeyi, həqiqətən də, bilirsiniz, hər şeyin çarəsi var deyirəm. Hər şeyin çarəsi var. Allah icazə verəndən sonra o icazəni də özünüz qazanmalısınız. Hal-hazırda həyatınızda nə qədər, nə dərəcədə həyatınız pis olsa belə, inanın ki, siz Allaha doğru getdiyinizdə Allah da sizə o möcüzə qapıları açılacaq. Həqiqətən açacaq. Və bunu mən sizə haradasa eşidərək deməmişəm, kimdənsə eşidərək deməmişəm. Bunu şəxsən mən öz həyatımda hər gün tətbiq edərək yaşayan bir insan olaraq deyirəm ki, Allahla yaşamaq çox gözəldir. Hal-hazırda videoların birində mən demişdim ki, mənim anam hər zaman mənə deyirdi ki, vergi sənin başına oyun açacaq, nə bilim, belə eləyəcək, Azərbaycanda vergi belə. Nəysə, o qədər di. Nəysə, mən bu 3-4 ildir ki, vergi ilə heç bir problemim olmur da. Yəni, mən həmişə zakonla işləyən bir insan olmuşam. Necəsə oldu, bu kod məndə aktivləşdi. Oturdum səhər, dedim ki, nəsə verginin havası gəlir. Bilmirəm niyə. Vergi mənim bir kartımı hal-hazırda bloklayıb, içində də böyük bir məbləğ pul var.
Yəni mən bir həftədir o kartı vergi tərəfindən aktivləşdirə bilmirəm. Soruşuram sizə borcum var, deyir yox. Yəni borc 70 manat nəsə səhv hesablanmışdı, nə idisə o ödənilir. Soruşuram, bu mu problem? Yox. Nə üçün açılmır? Gözləyin açılacaq. Və bir həftədir mən belə fırlanıram. Birinci adama belə bir şey gəlirdi. Durduğun yerdə içində pul olduğu, yəni az da pul deyil də, pul olduğu bir məbləğ tap bağlandı. Nə çıxarda bilirəm, nə köçürmə eləyə bilirəm, heç nə. Yəni biznes kart bağlıdır. Oturdum dedim ay Allah, yəni özüm bil. Sənə buraxıram. Yəni buraxıram, icazə ver buraxıram. Dərhal buraxmaq olmur əlbəttə ki. Yəni çünki insansan, fikirlər qarışır, düşüncələr qarışır. Məsələn, hər hansı bir ehtiyacın var, nəsə xərcləmək istəyirsən, pul xərcləyə bilmirsən. Bax, bu çox önəmlidir. Burada buraxmaq və bu hisslərin hal-hazırda səndə olmağını fərqinə varmaq çox önəmlidir. Ki, bəli, bu hal-hazırda bu qorxu məndə var və hardan gəldiyini də bilirəm. Amma mənim əlimdən hal-hazırda heç nə gəlmir. Yəni, dövlətlə dövlətçilik eləyə bilmərik, düzdürmü? Bir problemdir, oldu. Lap o məbləğ itsə belə, yəni, İnşallah ki, itməz. Amma itsə belə, yəni, okeydir, yəni, bu olmalı idi. Çünki sistem mənimlə və yaxud da sizinlə insanların dili ilə, hərəkətləri ilə danışır. Hal-hazırda başınıza gələn hər bir şey nə vaxtsa, nəsə eləmişsiniz ki, onun indi, bax, cəzasını deməyək, o indi geri dönüş olaraq gəlir sizə. Və, baxın, geri dönüşlər də necə olur? Geri dönüşlər necə olur? Bir pul qaydacaq olsa da, qayıtmasa da deməli belə olmalıydı. Yəni, o mənim heç vecmə də deyil. Yəni, buraxmışam Allaha. Yəni, əgər o mənə xeyirlidirsə, o qaydacaq. Yəni, xeyirli deyilsə, Allah bilə məsləhətdir. Yəni, buraxmışam onu. Sadəcə bir misal olaraq sizə izah eləmək istəyirəm ki, mənim insana hər zaman işarələr verilir. Hər zaman. Kainat sistemi hər zaman bizimlə danışır. Hər zaman bizimlə söhbət edir. İşarələr verir. Ətrafımızda danışılan sözlər, insanlar hər zaman bizə nəyisə ötürürlər. Qulağımıza girən hər bir söz bizim həyatımızda müəyyən bir kodlama sistemi yaradır. Yəni, budur. Yox, o sözü yazmayın da, yox. Yəni, hər kəsin, valideynlərin hər zaman uşaqlarına aid qorxuları var. Yəni, bu normaldır. Yəni, mən bunu pis qəbul eləmirəm və çox normal qəbul edirəm. Yəni, belə sözlər yazmayın, çox xahiş edirəm. Və mən sadəcə sizə bir misal olaraq dedim ki, yəni, bu belədir. Kod haradasa aktivləşir. Bizim insanlardan eşitdiyimiz hər bir söz müəyyən bir kodlama sistemi. Məndə var ki, mən o sözü eşitdim. Məndə olmasaydı, mən o sözü eşitməzdim. O insan gedərdi, məsələn, 100 metr, 200 metr o tərəfdə danışardı. Mən əgər bu sözü eşitdimsə, kimsə kimsə aldatdı. Misal olaraq, küçədə iki qadın danışır. Filankəs də filankəsə pul atdı. Filankəs də filankəsə aldatdı. Mən deməli onu eşitməliydim. Hər sözə fikir verin, hər sözü dəyərləndirin. Situasiyanı düzgün analiz etməyə bacarın. Ki, mən hal-hazırda, bilirsiniz, insan özünü yazıq moduna salmağı çox yaxşı bacarır. Özünü aciz salsın, mən acizəm, mən, nə bilim, belə problemliyəm və yaxud da, məndə alınmadı, bəxtim yoxdur, mənim bəxtim olsaydı, mən başqa cür olardım. Bəxt sözü nədir ümumiyyətlə? Ümumiyyətlə, bəxt nədir? Şans nədir? İnsan öz bəxtini, öz şansını, özü, öz düşüncələri ilə yaradır. Sən əgər zəif olmağı, sən əgər aciz olmağı seçirsənsə, sən əgər o kodların sənin üstündə ağalıq etməyini seçirsənsə, sən onda bu həyatı uduzdun. Yəni, biraz kobud da çıxsa, amma belə. Sən bu həyatı uduzdun deməkdir, udmadın. Bəli, bəxtsiz oldun, şanssız oldun. Çünki sən özün öz şansını yaratmadın. İnsan özü öz bəxtini yaradır. Birinci ona icazə olmur. Mən hər zaman demişəm. Siz əgər qabağa getmək istəyirsinizsə, gözləməyin ki, bütün yollar açıldı. Sən Allah, xoş gəlmişsiniz.
Gəlin keçin, orada nə bilim qismət qapıları, orada xoşbəxtlik, orada nə bilim, orada falan şey. Belə şey yoxdur. Birinci sən yoxlanışlardan keçəcəksən. Birinci sən sıxıntılarla üz-üzə qalacaqsan. Birinci sən bəzi soruşurlar bizə kodlamaya 100%'lik garantiya verirsiniz. Dinaraya tapşırmışam. Həmin sözlərə cavab verirsən və o insana heç bir kodlama satılmır. Yəni bu o sual deyil. Deyirəm siz mənə baxmısınız mənim videolarıma. Mən orada barbar nə bağıraram. Mən orada nə deyirəm. Düzdürmü? Mən deyirəm ki, insan dəyişməyə cəhd göstərməlidir. Əgər sən bir problemdən sonra sən çökürsənsə, sən getmə o dəyişimə. Ən yaxşısı sən getmə. Mübariz olmaq lazımdır. Cəsarətli olmaq lazımdır. Və irəli getmək lazımdır. Sən deməlisən ki, mənim hal-hazırda pis həyatım varsa, mən bu həyatı qəbul edirəm. Əla, çox gözəl, sağ olsun. Yəni mənə verdi, bir şey bilir ki, mən buradan dərstlənməli idim. Amma mən bunu dəyişəcəm. Mən bunu dəyişəcəm. Yəni mənə yol aç. Və o yol sənə başlayacaq pillə açılmağa. Sən əgər Allaha doğru gedirsənsə, bəli, sən və pillə yəni Allahdan o enerjini alacaqsan. Ki Allah zaten onsuz da o enerjini, o müsbət, belə deyim, şansı, bəxti verib sənə. İnsan artıq hər şeyi bilir. Baxın, bilənlər bilir də mənim olacaq gizlərim var. O yeriməyi necə öyrənir? Mən artıq onlara analiz eləyirdim də, yəni baxırdım onların özlərini aparmağını. Yəni əlin qoyurdu divana və başlayırdı qalxmağa. Bu nədir? Bu artıq beyində olan siqnaldır ki, sən gəzməlisən. 1 yaşından sonra artıq bu siqnal aktivləşir. Niyə 3 ayda, niyə 4 ayda, niyə məsəl üçün və yaxud da uşaq 2 yaşa qədər iməkləsin, 2 yaşdan sonra gəzsin söhbəti deyil. İnsanın evolyusiya dövrü var ki, 1 yaşda gəzməlisən. 1 yaş yarıma qədər də belə deyil. 1 yaş 3 ay, 1 yaş 4 ay artıq uşaq gəzməyə başlamalıdır. Və yaxud da artıq bu yaşdan sonra müəyyən bir sözlər deməlidir. Hardan bilir? Balaca körpə bunu hardan bilir? 3 aylıq uşaq, 40 günlük uşağa butulkanı ağzına verəndə, onu, soskanı necə yeyərlər, necə o smesi içərlər, onu hardan bilir? O artıq burada var da informasiya. Biz onunla doğulmuşuq da, düzdürmü? Yeriməyi, sözləri deməyi. Biz heç bir uşaq birinci bir 10-15 sözlü cümlə demir ki, düzdürmü? Birinci sözlər deyirsən, böyle qaqa, qoqu, aqa, qoqu deyirsən, düzdürmü? Yavaş-yavaş açılır, pillə. Sonra mama, papa deyirsən, sonra ver deyirsən, sonra komandaları başa düşürsən, sonra başlayırsan cümlə qurmağa. Yəni, hamısı etap olur. Deməli nə? Deməli, biz bunları hamısını burada bilirik də, düzdürmü? Hamısı burada var. Biz bu informasiya ilə doğulmuşuq, sadəcə unutmuşuq. Bizdə bağışlamaq hissi də var, bizdə mərhəmət hissi də var. İnsan negativdən təmizləndikdən sonra artıq onun elə bil aurası təmizlənir deyənə, o insan artıq başlayır öz yaxşı tərəflərini görməyə, yaxşı xüsusiyyətlərini görməyə. Bilirsiniz nə demək istəyirəm? Hər gördüyünüz pis insan o pisdir deyə bilmərik. Və yaxud da yoldaş, səhərdən yazırsınız, görürəm, yoldaş qaynana, qaynata problemləri, o pisdir, mənim həyatımı məhv elədi. Baxın, onun deməli, mənfisi daha, belə deyim, yaxşını üstəliyib, bağlayıb, o mənfi götürüləndən sonra insanın ancaq pozitiv xüsusiyyətləri qalır. Baxın, aqressiyadır, kindir, nifrətdir, bağışlaya bilməməkdir və s. Düzdürmü? Yəni, bu kimi bir mənfi xarakterlərimiz, xasiyyətlərimiz var deyək. Onlar təmizlənəndən sonra hər birinin də alt kodunda kin var, düzdürmü? Nifrət var, küskünlük var, əbida, küskünlük. Küskünlük özümüzə, küskünlük ətrafımıza, küskünlük valideynlərimizə, küskünlük yoldaşımıza, uşaqlarımıza, anamıza, atamıza fərq yoxdur. Küskünlük Allaha var.
küskünlük bu sistemə var. Küskünlük yaradılışa var ki, məni bu haqsız dünyaya niyə göndərdin ki, mən də burada əziyyət çəkirəm. Görün, küskünlük odur, hara qədər gedir, çıxır. Və əlbəttə ki, o küskünlüklər olduqca sən öz yaxşı xüsusiyyətləri, mərhəmətli olmağı, insanları bağışlamağı, bacarmağı, insanlarla xoş ünsiyyət qurmağı, insanlarla empati hissi qurmağını əlbəttə ki, sən bacarmayacaqsan. Düzdürmü? Əlbəttə ki, sən bacarmayacaqsan. Çünki bu küskünlük, abida, hamısı örtüb onu. Sən bağlı qutudasan, kontakt itib, yaradanla kontakt yoxdur. Burada var küskünlük, burada var filan kəs mənə belə eləmədi, filan kəs mənim həyatımı pozdu, filan kəs məhv elədi mənim həyatımı. Sən bunlarla həyatını yaşayırsan. Buradan sənə nə xeyir gələ bilər ki? Nə xeyir gələ bilər? Heç bir xeyir gələ bilməz. Bunlar ancaq təmizlənəndən sonra sən artıq Allahla rabitəni qurursan və artıq gecədə yatanda, səhərdə duranda sən başa düşürsən ki, hər bir şey onun icazəsi ilə olur. Sənin qarşına çıxan qonşu, sənin qarşına çıxan market işçisi, sənin qarşına çıxan yoldaş, sənə verilən övlad da o tərəfindən göndərilib cəza deyil də oradan düzgün nəticə dərs almaq üçün. Bu həyatı nə vaxt ki artıq cəza deyə qəbul etməyəcəksiniz. Bax, o zamandan sonra artıq sizin həyatınız düzəlməyə başlayacaq. Yox, əgər siz bütün bunlardan sonra, məsəl üçün, mənim YouTube-da en qədər videolarım var, podkastım var, canlı açıram, nə bilim, onu danışıram, bunu danışıram. Hələ də deyirlər ki, bəs biz necə dəyişək? Deyirəm, bu niyyəti açıq elə. Niyyəti açıq elə. Məsəl üçün, məndə kodlamalardır. Bir də bir kurs var, o da 22 iyun olacaq. Mən bu tərzdə işləyirəm. Bəlkə sənin şəfan heç bu kodlamalarda deyil. Yəni, mən bunu qorxmadan deyirəm. Çünki, yəni, mən sizlə səmimi oluram, düzdürmü? Bəlkə sən heç bu kodlamadan bir fayda görməyəcəksən. Hər zaman deyirəm, Allaha sual verin. Sual ver. Mənim şəfam hardandır? Bəlkə bir qonşu gələcək sənə elə bir cümlə işlədəcək ki, sən onda bütün suallarımın cavabını tapacaqsan. Bəlkə elə bir insan çıxacaq sənin qabağına, deyəcək ki, bəs bunu belə eləmək lazımdır, onu belə eləmək lazımdır. Sən oradan şəfa tapacaqsan. Bəlkə həqiqətən də mənim kodlamalarım sənə şəfa verəcək. Onda bura siqnalı gəlir, ürəyə siqnalı gəlir. O siqnalı da düzgün analiz etmək lazımdır. Yəni, hər bir şeyə düzgün yanaşmaq lazımdır. Qınamaq deyil də. Mən məsəl üçün, elə olub ki, bir dəfə 2000 idi, nə qədərsə pul verdim, getdim seansa. Online seans idi Rusiya ilə. Rusiyadakı bir psixoloqla. O qədər özünü tərifləmiş. Ay Allah, dedim, gəl mən bir seans eləyim səndən, görüm ümumiyyətlə səndən nə enerji alıram. Yəni 2000 də az pul deyil. Ödədim və heç bir nəticə görmədim. Konkret mən yola verildim. Yəni konkret mən yola verildim. Mənə dedi ki, sən mənə falan seminarıma baxmısan? Dedim, hə, baxmışam. Dedi, bax, orada bir dənə praktika eləmişəm, onu eləyərsən. Sonra falan vaxtı bir dənə də kursum var idi. Bax, orada da 3 praktika var, onu eləyərsən. Biz 20 dəqiqə cəmi 2000 manata söhbət elədik. Mən telefonu qoydum. Heç mənlə video call belə eləmədi. Mənlə audio zəng elədi. Dedim, heç olmasa video elə. Sən ən azı mənim bir vidimə, fasonuma bax ki, sən mənə nə ötürəcəksən də. Dedi, yox, mənə belə bəsdir. Telefonu qoydum və mənə qəribə bir, məsələn, aldadılmış kimi, bir dəhşətli bir, 2000 elə bir cırdım, tulladım, attım kimi bir his gəldi mənə. Getdim, fırlandım o yana, Dedim, yox, mən ona da deyəcəm ki, bu 20 dəqiqəlik deyildi də. Yəni, mən səninlə seansa yazılmışdım ki, ən azı sən bir şey alım səndən. Aldım, alacağımı aldım əlbəttə ki, dərsimi aldım. Ki, başa düşdüm ki, yəni, ürəyin səsinə qulaq as, beyninin səsinə qulaq asma.
Mən beyin ora məni sürüklədi ki, marağa ki, görüm bundan mən nə alıram, ondan nə alıram. Bu beynimin səsinə qulaq asdım. Mənim ürəyim deyirdi ki, getmə, öl otur yerində, 2000 ora vermə. Yox, mən ona qulaq asmadım. Hə, mən başa düşdüm. Dedim, mən mesajı aldım. Və mən mesajı aldım ki, bundan sonra mən ürəyimlə hərəkət eləyəcəm. Yəni, mən oturdum, onu qaroş tökmədim. Bir gün içində, yəni, bir gün 2-3 saat, bəli, o his gəlməlidir, bu normaldır. Yəni, aldadılma hissi və yaxud da ki, sən atdılar, səninlə düzgün rəftar eləmədilər, bu nə idi? Mən başqa şey gözləyirdim, bu mənə bunu elədi. Hə, yəni, onu başa düşürsən və artıq buraxırsan. Deyirsən, mən dərsimi aldım, mən başa düşdüm. Mən başa düşdüm. Mən başa düşdümü artıq, belə deyim, ürəklə deyirsən. Yəni, bu, baxın, bu həyatı başa düşməlisin. Allah qardaşınıza rəhmət eləsin. Burada rəhmət gördüm. Yəni, Allah səbir versin. Və insan hər bir şeyi ürəklə eləməlidir. Duanı belə ürəklə oxumalısınız. Və duanı belə sevgi ilə oxumalısınız. Dua oxuyanda belə sizin içinizdə 1 qram belə şübhə olmamalıdır ki, o olmayacaq. Mən təzə-təzə 8 il, 7 il bundan qabaq 27 yaşım var idi, 35 yaşım var. Mən duaları oxuyanda, səhərsi gün travma yaşayanda, mən otururdum, ağlayırdım, üsyan eləyirdim, dalaşırdım demək olar ki, özümlüyümlə ki, başa düşmədim. Mən buradan duanı oxudum ki, yaxşı olum, gedirəm, çöküş yaşıram, bu xeyr ola, bu belə işləməməlidir. Amma mənim içimdən bir səs deyirdi ki, sən davam eləməlisən. Və mən beyinlə analiz eləyirdim ki, bu dua pis bir şey ola bilməz axı. Düzdürmü? Mənim verdiyim informasiya pis bir şey deyil axı. Mən sizə pis bir şey demirəm axı, düzdürmü? Və yaxud da meditasiya olsun. Özünlə, meditasiya nədir? Özüvə dön deməkdir. Meditasiya özüvə dön deməkdir. Meditasiya vəziyyətində aydınlanmış bir insanın etdiyi dua tamam fərqli bir frekansdır. 2 yüksək frekans toqquşur və möhtəşəm bir enerji yaradır, ortalığa çıxardır. Və siz özünüz analiz eləməlisiniz ki, axı bu Kəmalə dua deyir, bu dua deyir, düzdürmü? Bu pis bir şey olmaz da hər halda da. Yəni, mənfi bir şey olmaz axı. Yaxşı bir şeydir ki, bunu bizə təbliğ eləyir. Mən bunu təzə-təzə təbliğ eləməyə başlayanda mənə nə qədər insan deyirdi ki, elə öz kollegalarımızdan götürək. Mənə deyirdi ki, sən mollalığa keçmirsən. Biri mənə dedi ki, sən işin gücün yoxdur, sən belə pul qazanmayacaqsan, sən elə hamıya deyirsən, geçsin onda elə hamı dua oxusun. Deyirdim, yəni, bəs nə deyim? Yəni, həqiqətən, biraz mənə uzaq, belə aralamışdılar. Mən bir ara dua söhbətin eləməyə çəkinirdim ki, deyirdim, birdən insanlar mənə səhv başa düşür. İndi mən heç kimə qulaq asmıram. İndi artıq, yəni, pofik maroz, yəni, özləri bilərlər. Mənə heç kimi, yəni, fikri belə çıxması o barədə. Yəni ki, mənə desin ki, sən duanı təbliğ eləyirsən, eləmə, mənə heç maraqlı da deyil. Mən təbliğ etdiyimi eləyəcəm. Yəni, mən sizə deyirəm ki, şəfa Allahdandır. Sən ona necə gedirsən, nə cür gedirsən, artıq o yolu özün təyin eləyirsən. Kim sənə yaxındır? Hansı terapist sənə yaxındır? Bəlkə sənə heç terapist yaxın deyil, bəlkə sən YouTube-da elə bir dənə podkasta baxaraq aydınlanacaqsan. Bəlkə sən heç bu videoya baxıb sonra deyəcəksən ki, afşo, mən başa düşdüm. Mən başa düşdüm söhbət nədir? Söhbəti tut. Uşaqlar yatmayıblar. Yatmayıblar, yatmalıydılar, yatmıyorlar. Və üzürlü sayın. Və fikrim çox üzr istəyirəm. Adətən belə olmamalıydı. Onlar yatmalıydılar indi. İndi onların yatan vaxtı aradı. Sadəcə konsert verirlər. Riyad deyir, Raul ağlayır. Riyad orada oturub sakitcə. Tamam. Dostlar, artıq mən canlanıb bağlamalıyam, seminarı bağlayayım. Bir elan vermək istəyirəm ki, bizim kodlamalarımız 10 manat olaraq hər zaman qalacaq. Mən özümə, yaradana
bu sistemə söz vermişəm ki, mən 10 manatdan 1 manat belə o tərəfə keçməyəcəm. İnşallah Allah mənim bu sözümü necə deyim, dəyişdirməyə vadar eləməz. Yəni belə deyim, yəni 10 manatdır. Yəni ondan aşağı istəməyin, çox xahiş edirəm. Yəni aşağı istəyirsiniz, valla həqiqətən də yəni 5 manata da onu verməyəcəm ki, ondansa yəni pulsuz kimi bir şeydir. Kodlamalar satışdadır hələ ki. Yəni hələ ki o enerji var məndə və mən onu sizə verəcəm. Bircə dənə kurs eləyəcəm bu yayı. O da ki 22 iyun ruhun aydınlanması. Bax orada o keçdiyim bütün sirlər, bütün praktikalar hamısını orada verəcəm. 3 həftə davam eləyəcək. 3 həftə ərzində hər həftə 3 Zoom görüş olacaq. Kurs həmişəlik sizdə qalacaq. İstədiyiniz vaxt girib baxa biləcəksiniz. Fərqi yoxdur. İndi hal-hazırda mənim meditasiya etməyə şəraitim yoxdur. Yəni meditasiyalıq bir şərait yoxdur. Həm də mən meditasiya planlaşdırmamışdım. Və orada artıq buradan o necə çıxmaq lazımdır, ruhu necə şəfalandırmaq lazımdır, ümumiyyətlə bu kanalı necə aktiv eləmək lazımdır, bu kanal necə aktivləşir, duaların qəbulu və s. Hər bir şey, bütün məlumatlar orada veriləcək sizə. 3 həftə davam eləyəcək həmin o kurs və 3 həftə ərzində hər həftə 3 dənə Zoom görüş olacaq, ümumi 9 Zoom görüş olacaq və onun qiyməti 500 manatdır. Endirim yoxdur. Aylıq 9 dəfə ödəyim söhbəti yoxdur. Sadəcə 500 manatdır. Mən düşünürəm ki, o boyda biliklər üçün yəni 500 manat çox normaldır. Bu, yəni ondan sonra kurs yoxdur. Yəni kurs ümumiyyətlə mən heç eləmirdim. Sadəcə bu hiss olaraq gəldi ki, eləyim və eləməyi düşünürəm. Yazılmaq istəyənlər Dinara xanıma yazsınlar. Dinara sizin bütün WhatsAppda suallarınızı, kaprizlərinizi dözür. Və sağ olsun, var olsun. Çünki o səbirli yanaşır sizə. Yəni bir tək bizim Dinaramız var. Onu da dəyərin bilin. Çox xahiş edirəm. Kursa da yazılmaq üçün kursa çox az adam götürəcəm. Çünki orada verilən biliklər heç bir seminarda, heç bir canlıda, heç bir yerdə belə deyim də yəni verilməyib və çox möhtəşəm bir enerjilər açılacaq, praktikalar olacaq ki, hansılar ki, həqiqətən də insanların aydınlanması üçün hazırlanıb. Yəni ora sırf aydınlanmaq, artıq bu sistemi, kvantı, belə deyim, bir növ kvant təlimi kimi düşünün. Kvantı başa düşmək və o tuzdurmaq, belə deyim, ki, artıq ruh səviyyəsində aydınlanma yaşayacaqsınız ki, Allahın izli ilə şəfanı da verən Allahdır. Artıq bir çox məsələləri özünüz həll etməyə bacaracaqsınız. Artıq bir çox məsələlərinizi özünüz belə deyim, analiz eləməyə və düzgün nəticə, düzgün dərsi çıxartmaq bacarığı sizə veriləcək. Yəni inşallah Allahın izni ilə. Kodlamalar üçün də Dinara xanıma yazım, nömrələri yazdı. Öpürəm sizləri, özünüzə yaxşı baxın, var olun, çox sağ olun ki, baxdınız mənə, çox sağ olun ki, xoş sözlər yazdınız, bəzilərinizin kommentlərini oxuya bilmədim, yəni üzürlüsən, çünki informasiya gələndə onu saxlamaq olmaz, saxladım, sonra fikrim başqa bir yerə gedə bilər. Öpürəm sizləri, sağ olun.